Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı, bərəkəti və məğfirəti olsun Pak Əhl-i Beytinin və siz dəyərli Əhl-i Beyt aşiqlərinin üzərinə inşallah. Dəyərli dostlar, bildiyiniz kimi qarşıdan Əyyam-ı Fatimə gəlir. Bu hüzünlü günlər münasibəti ilə başda Həzrət Rəsulullah sallallahu aleyhi və alihi və səlləm olmaqla siz əzizlərimə, möminlərə, bütün aşiqlərinə təsliyyət ərz eləyirəm. Allah təbarək və tealadan arzum, istəyim budur ki, Allah hər birimizi Xanım Fatimə-i Zəhra salamullahu aleyhanın həqiqi aşiq və davamçılarından, Həzrət Zəhranın həyatını özünə ülgü, örnək götürənlərdən qərar versin inşallah. Həzrəti İmam Zaman Əccəlallah Teala Fərəcəhu Şərəf buyurur ki, Xanım Fatimə-i Zəhra salamullahu aleyha anam mənim üçün örnək və ülgüdür, nümunədir. O şəxsiyyət bunu deyir ki, bütün bəşəriyyətin xilaskarıdır və bütün bəşəriyyət zülmdən nicat tapmaq üçün, öz haqlarını tələb etmək üçün o şəxsiyyətin zuhurunu istəyirlər. Allahdan zuhurunun tez olması üçün dua edirlər. Allahdan arzum budur, Allah bizləri Quran və Əhl-i Beytin yolunda sabit qədəm eləsin inşallah.